Və Həmbəli imamlarının kitabların, yəni etiqad barədə kitabların təlif edilməsində iki üslubu var. Yəni Həmbəlilər etiqad barədə kitab yazdıqda iki üsluba əl atmışlar. Bir mühəddislərin üslubudur, bir də kəlamçıların üslubudur. Və etiqad barədə yazılmış və yaxud da ki, etiqad barədə yazmış Həmbəli alimlərinin, imamlarının çoxu məhz kəlamçıların üslubu ilə etiqadi mətnləri yazmışlar, təlif etmişlər. Çünki bu üslub üzərə yazılmış kitablar əqli istidlal yollarına böyük yer ayırır. Və bu da təbii ki, etiqad barədə bəhs edən məsələləri nəqli yollar vasitəsilə anlamaqla yanaşı, etiqadi məsələləri əqli yöndən, yəni əqli tərəfdən əsaslandırmaq qabiliyyəti formalaşdırır. Yəni, imamlarımızın qeyd etdikləri kimi sağlam ağıl qəti olaraq səhih nəqillərə zid gələ bilməz. Yəni, bu ikisi arasında təzad baş verə bilməz. Və məlumdur ki, Həmbəli imamları kəlam elmini öyrənmək, onunla məşğul olmaq xüsusunda ixtilaf etmişlər. İxtilafın xülasəsini qeyd edəcəm, çünki bu mövzu barədə artıq mən başqa dərslərdə danışmışam. Yəni, ixtilafın xülasəsi odur ki, əksər Həmbəli imamları sağlam əqli dəlilləri nəqli dəlillərlə istifadə etməyi icazəli görmüşlər və zəruri hallarda kəlam ilə münazirə etməyə cavaz vermişlər. Yəni, alimlərimiz kəlam ilə məşğul olmağı təməldən qadağan etməmişlər. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel-aqibatu lil-muttaqin. Ve la udvana illa ala'l-zalimin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed. Ve ala alihi ve sahbihi ve men tabi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. Bugündən başlayaraq biz Həmbəli imamının təlif etdiyi əqidə barədə bəhs edən bir kitabı oxuyacaq. Oxuyacağımız kitab Həmbəli imamları qatında ən mötəbər etiqadi mətnlərdən biri hesab olunur. Kitabın müəllifi Əbdülbaqi Əl-Məvahibi Əl-Bə'li olaraq tanınan Həmbəli fəqihidir. Hicrətin 1071-ci ilində vəfat etmişdir və Dəməşqdə dəfn edilmişdir. Yəni Şam Həmbəlilərindən olmuşdur və Şam torpaqları Həmbəli imamları ilə məşhur olan bəldələrdən, yerlərdən hesab olunur. Yəni son dönəmlərdə Həmbəli imamları demək olar ki, Şam ərazilərində məskunlaşmış və orada fəaliyyət göstərmişlər. Dediyim kimi, mütəəxir Həmbəlilərin ən məşhur alimlərindən biri olmuşdur. Və Şeyx Əbdülbaqi rahiməhullahu teala əhl-i sünnətin etiqadı barədə, xüsusən də əsər əhlinin etiqadı barədə Əl-Əyn vəl-Əsər fi Əqaid əhlil Əsər adlı etiqadi mətni təlif etmişdir və biz də inşallah bu kitabı oxuyacağıq. Əl-Əyn vəl-Əsər fi Əqaid əhlil Əsər sözünün mənası nədir? Qısa şəkildə onu deyim. Əl-Əyn kəlməsi ərəb dilində müxtəlif mənalarda istifadə olunur. Yəni göz mənası var, cəsus mənası var, çeşmə mənası var. Burada gələn əl-əyn, yəni hər bir şeyin ən dəyərlisi mənasındadır. Yəni dəyərli bir şey, nəfis bir şey. Əsər həmçinin bir çox mənalarda istifadə olunur, lakin burada onun mənası, yəni parlaq bir şey. Və müəllif bununla bildirmək istəyir ki, o bu kitabında əsər əhlinin ən dəyərli və ən parlaq, gözəl etiqadını çatdırmışdır. Və Şeyx Risalənin əvvəlində həmin kitabı təlif etməkdə məqsədini bəyan edir. Buyurur ki, dostlarımızdan bəzisi bir sıra mövzuları özündə şamil edən bir kitab təlif etməyimizi xahiş etmişlər. Və xüsusən də 3 mövzuya toxunmağımı tələb etmişlər. Əsas 3 mövzuya toxunmağı, yəni o mövzu barədə danışmağını istəmişlər. Birinci mövzu Həmbəli imamlarının İmam Əhməddən nəql edilən naslarını qeyd etməyimdir. Yəni Həmbəli imamlarının etiqadını bəyan etməsini istəmişlər və o etiqad ki, o etiqadı onlar İmam Əhmədin özündən nəql etmişlər. İkinci mövzu isə Həmbəlilər ilə Əşarilər arasında baş vermiş ixtilaflara aydınlıq gətirməkdir və Həmbəlilərin dəlillərini qeyd etməkdir. Bu onların ikinci istəyi olmuşdur. Və üçüncü, kəlam barədə, yəni Allah Cəllə və Alanın kəlamı barədə açıqlama gətirməkdir və həmçinin İmam Əhməddən bu barədə nəql olunan məsələləri zikr etməkdir. Yəni, bu 3 mövzunu izah etməyini tələb etmişlər. Və müəllif də buyurur ki, mən də həmin dostların tələbinə icabət olaraq bu kitabı
yəni Əl-Ayn vəl-Əsər fi Əqaid Əhlil-Əsər kitabını yazdım. Yəni müəllif bu kitabı yazmaqda olan məqsədini Risalənin yaxud da ki, kitabın əvvəllərində bəyan edir. Və təbii ki, müəllifin qeyd etdiyi bu 3 mövzu, yaxud da ki, 3 mətləb müxtəlif məsələləri özündə şamil edir. Yəni, hər bir mövzunun altında müxtəlif məsələlər yatır. Yəni, müxtəlif fəsillərə bölünür bu kitabı. Və biz də Allahın müvəffəqiyyəti ilə Abdülbaqi Əl-Məvahibi Əl-Həmbəlinin təlif etdiyi bu kitabı oxuyub, orada olan və yaxud da orada qeyd olunan məsələlərə açıqlamalar və izahlar gətirəcəyik. Və onu da qeyd etmək lazımdır ki, Şeyx Abdülbaqi rahimehullah Teala bir çox Həmbəli imamlarının üslubuna uyğun olaraq bu etiqadi mətni kəlamçıların üslubu ilə təlif etmişdi. Və Həmbəli imamlarının kitabların, yəni etiqad barədə kitabların təlif edilməsində 2 üslubu var. Yəni Həmbəlilər etiqad barədə kitab yazdıqda 2 üsluba əl atmışlar. Bir mühəddislərin üslubudur, bir də kəlamçıların üslubudur. Və etiqad barədə yazılmış və yaxud da ki, etiqad barədə yazmış Həmbəli alimlərinin, imamlarının çoxu məhz kəlamçıların üslubu ilə etiqadi mətnləri yazmışlar, təlif etmişlər. Çünki bu üslub üzərə yazılmış kitablar əqli istidlal yollarına böyük yer ayırır. Və bu da təbii ki, etiqad barədə bəhs edən məsələləri nəqli yollar vasitəsilə anlamaqla yanaşı, etiqadi məsələləri əqli yöndən, yəni əqli tərəfdən əsaslandırmaq qabiliyyəti formalaşdırır. Yəni, imamlarımızın qeyd etdikləri kimi sağlam ağıl qəti olaraq səhih nəqillərə zid gələ bilməz. Yəni, bu ikisi arasında təzad baş verə bilməz. Və məlumdur ki, Həmbəli imamları kəlam elmini öyrənmək, onunla məşğul olmaq xüsusunda ixtilaf etmişlər. İxtilafın xülasəsini qeyd edəcəm, çünki bu mövzu barədə artıq mən başqa dərslərdə danışmışam. Yəni, ixtilafın xülasəsi odur ki, əksər Həmbəli imamları sağlam əqli dəlilləri nəqli dəlillərlə istifadə etməyi icazəli görmüşlər və zəruri hallarda kəlam ilə münazirə etməyə cavaz vermişlər. Yəni, alimlərimiz kəlam ilə məşğul olmağı təməldən qadağan etməmişlər. Əgər əqli dəlillər nəqli dəlillərə müvafiq gələrsə, bu halda alimlərimizin qeyd etdikləri kimi dinin təməli və İslamın da əsas məramlarından hesab olunacaq. Yəni, üsul-üd-dindən hesab olunacaq. Halbuki bu məsələni daha ətraflı Qalaidül İqyan kitabının şərhində qeyd etmişəm də, yəni istəyənlər o dərsləri dinləyə bilər. Yəni, orada alimlərimizin kəlam ilə məşğul olmağın icazəli olub-olmaması məsələsində ixtilafını gətirmişəm və alimlərimizin bu barədə dediyi ən üstün görüşü də orada zikr etmişəm. Və müəllif rahimehullah müqəddimədə Allaha həmdsana etdikdən sonra 1-ci fəsildə uca Allahı tanımaq barədə danışır. Mərifətullah barədə danışır. Və etiqad barədə yazılmış kitablara nəzər yetirsən, imamlarımızın böyük əksəriyyəti etiqad kitablarını bu fəsillə açırlar. Bizim alimlərimiz, Həmbəli imamları öz etiqad kitablarını bu fəsillə açırlar. Çünki insanın üzərinə ilk vacib olan şey uca Allahı tanımaqdır. Yəni, insana ilk vacib Allahı tanımaqdır, mərifətullahdır. Düzdür, bəziləri deyirlər ki, ilk vacib şəhadətdir, lakin əslində bu doğru görüş deyil və o barədə inşallah biz gələn dərslərdə danışacaq. Yəni, bütün bu mövzulara, məqamlara toxunacaq ki, bu məsələdə heç bir qaranlıq, qapalı bir şey qalmasın. Dediyim kimi, imamlarımızın əksəriyyəti etiqad kitablarını bu fəsillə açırlar. Və Abdülbaqi Əl-Məvahibi rahimehullah Teala kitabın əvvəlində buyurur ki, فَتَجِبُ مَعْرِفَةُ اللّٰهِ تَعَالَى شَرْعًا وَمِمَّا وَرَدَ فِي الشَّرْعِ النَّظَرُ فِي الْوُجُودِ وَالْمَوْجُودِ عَلَى كُلِّ مُكَلَّفٍ قَادِرٍ وَهُوَ أَوَّلُ وَاجِبٍ لِلّٰهِ تَعَالَى Buyurur ki, uca Allahı şəriət yolu ilə tanımaq vacibdir. Şəriət yolu ilə tanımaq vacibdir. Yəni, bütün bu ibarələrə inşallah ki, biz toxunacaq. Yəni, müəllif bunu dedikdə nəyi qəsd edir? Allah Cəllə və Aləni şəriət yolu ilə tanımaq vacibdir. Yəni, Allahı tanımaq vücuda və mövcuda nəzər yetirməklə hasil olur. Bu da uca Allaha yönəlik ilk vacibdir. Dediyim kimi, müəllif kitabını Allah Cəllə və Aləni tanımağın vacibliyi ilə açır. Və buyurur ki, Allah Cəllə və Aləni şəriət yolu ilə tanımaq vacibdir. Və misal üçün, Ruknul Məzhəb adlanan Qadı Əbu Ya'lə Ər-Rivayəteyn vəl-Vəcəheyn kitabında buyurur ki, İbn Hamid, Qadı Əbu Ya'lənin şeyxi belə buyurdu. Buyurdu ki, Əl-Məzhəb ənəhə təqa'u bil-istidləl. Bizim məzhəbə görə o, yəni mərifətullah, istidləl yolu ilə baş verir. İstidləl yolu ilə. Yəni,
insanın nəzər yetirməsi ilə baş verir. Və buyurur ki, وَقَدْ أَوْمَأَ أَحْمَدُ إِلَى هَذَا فِي رِوَayَةِ حَمْدَانِ ibn Ali. Artıq İmam Əhməd Həmdan ibn Əlinin rəvayətində buna işarə etmişdir. Ümumiyyətlə, İmam Əhməd işarə etmişdir deyildikdə qəsd olunan nədir? Yəni, İmam Əhməddən varid olan sözlər müxtəlif dərəcələrdən ibarətdir. İmam Əhmədin əshabı onun məzhəbini onun müxtəlif sözlərindən almışlar. Yəni, əshab deyildikdə təbii ki, Həmbəli məzhəbinə mənsub olan fəqihlər qəsd olunur. Misal üçün, biz dedikdə ki, Nassa aleyhi, İmam Əhməd bir şeyi açıq ibarə ilə ifadə etmişdir. Bunu Nassa aleyhi deyirlər, yaxud əl-mənsus. Yəni, İmam Əhməd bir şeyi açıq şəkildə qeyd edirsə, ona İmam Əhməddən gələn nas deyirlər. Və yaxud da qeyd olunur ki, İmam Əhməddən varid olan bir rəvayətdir. Məsələn, deyək ki, İmam Əhməddən hansısa bir məsələ barədə bir neçə rəvayət gəlir. Və bu baxımdan da alimlərimiz İmam Əhmədin sözünü nəql etdikdə buyururlar ki, bu İmam Əhməddən gələn bir rəvayətdir. Və həmçinin İmam Əhməddən qeyd olunur ki, İmam Əhməd hər hansı bir şeyə işarə etmişdir. Yəni, açıq ibarə ilə, açıq ifadə ilə deyil, dolayı yolla hansısa bir məsələyə işarə edir. Və buna görə də imamlarımız kitablarında və xüsusən də etiqad kitablarında və usul kitablarında buyururlar ki, Əvmə Əhməd, yəni İmam Əhməd hansısa bir məsələyə işarə etmişdir və Həmbəli əshabı da bu sözdən bir nəticə çıxarıb, o nəticəni İmam Əhmədə nisbət edirlər. Və buna da nə deyirlər? İmam Əhmədin işarə etdiyi məsələ. Qad Əbu Ya'lə buyurur ki, artıq İmam Əhməd Həmdan ibn Əlinin rəvayətində buna işarə etmişdir. Fəqal, İmam Əhməd demişdi, Əl-murciətü təqul, murciələr deyirlər. İzə arafə rabbəhu bi qalbihi və in ləm tə'məl cəvarihuhu və hədə kufr. Buyurur ki, murciələr belə demişlər. İnsan Rəbbini qəlbi ilə tanıyarsa, bədən əzaları ilə əməl etməsə belə mömindir. İmam Əhməd buyurur ki, bu küfürdür. Və iblisu qad arafə rabbəhu. Çünki iblis də Rəbbini tanımışdır. Sonra bu ayəti gətirir. Qalə Rabbi bimə əğvəytəni lə uzeyyinənnə ləhum fil ard və lə uğviyənnəhum əcməin. Ey Rəbbim, sən məni azdırdığına görə mən də mütləq onlara yer üzündə pis əməlləri gözəl göstərəcək və onların hamısını azdıracağam. İmam Əhməd buyurur ki, əgər Allahı tanımaq imandırsa, iblis Allahı tanımışdır. Və qadı rahiməhullah Teala İmam Əhmədin bu sözlərinin ardınca buyurur ki, fəqad nassa alə husulil ma'rifəti li iblisə və ləv kənət məvhibətən ləm təhsul ləhu ləənnəhu kafir. Buyurur ki, İmam Əhməd açıq şəkildə iblisin Allah barədə bilgiyə yiyələndiyini bildirir. Yəni buyurur ki, iblis Allahı tanıyırdı. Əgər bu, yəni ma'rifətullah insanın daxilində mövcud olan bir xislət olsaydı, iblis ona yiyələnməzdi. Çünki o kafirdir. Çünki bəzi alimlər buyurmuşlar ki, ma'rifətullah məvhibədir. Yəni insanın daxilində mövcud olan bir xislətdir. Bəzi alimlər bunu demişlər. Lakin Həmbəli imamları bunun tam əksini demişlər. Buyurmuşlar ki, ma'rifətullahı, yəni insan Allahı yalnız nəzər və istidlal yolu ilə tanıyır. Yəni Allah Cəllə və Aləni doğulanda tam bir şəkildə tanımır. Çünki nəzəri ilə zəruri arasında fərq var, o məsələləri inşallah ki biz toxunacaq. Buyurur ki, İmam Əhmədin iblisin Allahı tanımasını qeyd etməsi tanımanın nəzər yolu ilə hasil olduğunu ifadə edir. Və sonra buyurur ki, وَالْوَجْهُ فِي ذَلِكَ أَنَّ اللَّهَ تَعَالَى أَجْرَ الْعَادَةَ بِذَلِكَ بِحُصُولِ المعرفة عند النظر والاستدلال والتفكر كما أجرى العادة بحصول الطعم عقيب الذوق والسمع عقيب الاستماع. Buyurur ki, bunun səbəbi odur ki, Allah Cəllə və Alə bir şeyi, hər hansı bir şeyi daddıqdan sonra əmələ gələn dad və yaxud da eşitdikdən sonra əmələ gələn eşitmə adətini qoyduğu kimi nəzər, istidlal və təfəkkürlə də belə etməyi adət olaraq təyin etmişdir. Yəni, bu sözlərin mənası nədir? Yəni, insan bir şeyin zövqünü bilmək üçün mütləq ki, onu dadmalıdır. İnsan bir şeyi eşitmək üçün səsi mütləq ki, onu dinləməlidir. Və Allah Cəllə və Alənin hər bir şeydə təyin etdiyi adəti budur. Eyni ilə də Allahı tanımaq da mütləq ki, nəzər və təfəkkür yolu ilə baş verir. Necə ki, bu şeylər, bizim qeyd etdiyimiz hissi şeylər, hansısa bir şeyin icra edilməsi ilə baş verirsə, eyni ilə də Allahı tanımaq, istidlal, nəzər və təfəkkürlə baş verir. Və Qad Əbu Ya'lənin sözlərindən aydın olur ki, uca Allahın nəzər və istidlal yolu ilə tanımaq vacibdir. Və bəlli oldu ki, ilk vacib Allahı nəzərlə tanımaqdır. Və müəllif Allahı tanımağın vacibliyini qeyd edir.
Həmbəli fəqihləri uca Allahı tanımağın şəriət yolu ilə vacib olduğunu deyirlər. Buyurur ki, və tecibu ma'rifətullahi teala şər'an, Allahı şəriət yolu ilə tanımaq vacibdir. Bu nə deməkdir? Yəni, Mötəzili firqəsindən fərqli olaraq, həmçinin maturidilərdən fərqli olaraq, ma'rifətullahın vacibliyi əqli yolla deyil, şəriətlə vacib olur. Mötəzillər demişlər ki, Allahı əqli yolla tanımaq vacibdir. Yəni, əqlən tanımaq vacibdir. Hər hansı bir insana Peyğəmbər göndərilməsə belə, o insan Allahı tanımayıbsa, o insan bu hal üzərə öləcəyi zaman əbədi cəhənnəmə daxil olacaq. Çünki Allahı tanımaq onlara görə əqlən vacib edilmişdir. Mötəzillərə görə bu belədir. Maturidilərin də etiqadına görə Allahı əqlən tanımaq vacibdir, lakin onların etiqadı mötəzillərdən fərqlidir. O məsələyə biz gələn dərslərdə toxunacaq, çünki bu biraz uzun mövzudur. Lakin maturidilərin etiqadı dediyim kimi mötəzillərin bu məsələyə yanaşmasından fərqlidir. Deməli, anlayırıq ki, əqli yolla tanımaqla şəri yolla tanımaq arasında fərq ondan ibarətdir ki, şəriət yolu ilə Allahı tanımaq deyildikdə, yəni bizə Allah Taala'nın dini şəriəti gələndən sonra onun vacibiyyəti bərqərar olmuşdur mənasını ifadə edir. Ona qədər Allahı tanımaq vacib edilməmişdir. Mötəzillərə görə isə şəriət gəlməzdən öncə belə Allahı tanımaq vacib idi. Buna dayanaraq da mötəzillər demişlər ki, kim Allahı tanımazsa, şəriət gəlməzdən öncə belə kafir olarsa, Allahı tanımazsa, o insan əbədi cəhənnəmliyidir. Həmbəllərlə əşarilər isə fərqli bir etiqadı bəyan etmişlər və buyurmuşlar ki, əhl-i sünnətin etiqadına görə Allah Taala'nı yalnız şəriətlə tanımaq vacib edilmişdir. Təbii ki, insan şəriət gəlməzdən öncə Allahı tanıya bilər. Lakin onun Allahı tanıması bunun Allahın bizim üzərimizə qoyduğu vacib olduğunu ifadə etməz. Bəli, Allahı tanıya bilər. Lakin bu bizə vacib edilməmişdir. Vacibli yalnız şəriət gələndən sonra edilmişdir. Kim Allahı şəriət gələndən sonra tanımazsa, o insan kafirdir və cəhənnəmlikdir. Yəni ki, bu məsələ sizə aydın oldu. Bu məqamda da qeyd etmək lazımdır ki, əhkamlar 3 qismə ayrılır. Var əqli əhkamlar, şər'i əhkamlar və adət yönlü əhkamlar. Bu şeyləri inşallah ki, yadda saxlayın. Əqli əhkamlar, şər'i əhkamlar və adət yönlü əhkamlar. Əqli əhkamlar etiqadi bəhslərdə çox gəlir. Yəni, bunu siz kəlam kitablarında, etiqad barədə yazılmış kitablarda görə bilərsiniz, əqli əhkamları. Və əqli əhkamların özü belə 3 qismə bölünür. Bunlar vaciblik, imkansızlıq və caizlikdir. Əl-vücub, vəl-istihalə, vəl-cəvaz. Bu 3 şey əqli əhkamlardan hesab olunur. Misal üçün, əqli əhkamların ilk qismi vaciblikdir. Eyni zamanda əqli əhkamların özü belə hər biri 2 qismə bölünür. Zəruri və nəzəri olan əhkamlar. Misal üçün, dediyim kimi, əqli əhkamların ilk qismi vaciblikdir. Və buna tərif verərkən buyururlar ki, huvə mə la yasihhu fil aqli adamuh. Əqli əhkamın birincisi olan vacibliyin tərifi əqlən yoxluğu səhih olmayan bir şeydir. Əqlən yoxluğu səhih olmayacaq bir şeydir. Yəni, əqlən onun mövcud olmaması təsəvvür edilə bilməz. Misal üçün, hər hansı bir cismin məkansız olması, hər hansı bir cismin məkansız mövcud olması mümkün deyil. Əqlən bu mümkün deyil. Hər bir cismin məkanda mövcud olması vacibdir. Bu nədir? Əqlən vacibdir ki, hər bir cisim mütləq bir məkanda mövcud olmalıdır. İkinci əqli əhkam isə imkansızlıqdır. Yəni, əl-istihalə. Yəni, hər hansı bir şeyin imkansız olması. Bunun tərifi isə mə la yasihhu fil aqli vücuduhu. Əqlən mövcud olması səhih olmayan bir şeydir. Yəni, ağıl həmin şeyin varlığını təsəvvür edə bilməz. Əqlən bunun olması mümkün deyil. İmkansızın mövcud olması da təbii ki, mümkün deyil. Buna misal, hər hansı bir insanın nə hərəkətli, nə də hərəkətsiz olmasıdır. Bu mümkündür? Xeyr, bu mümkün deyil. Çünki cismin mütləq ya hərəkətli, ya da hərəkətsiz olması qaçınılmazdır. Və bu səbəbdən insanın hər ikisi ilə bir anda vəsf edilməsi nədir? İmkansızdır, yəni müstəhildir. Buna da əqlən imkansız olan bir şey deyilir. Və dediyim kimi, bu qismlərin hər birinin zəruri və nəzəri olanı var. Misal üçün deyək ki, əqlən
bir şeyin mümkünsüz olması həm zəruri elmlə bilinir, bu da ona bir misaldır. Yəni, hər hansı bir cismin nə hərəkətli, nə də hərəkətsiz olması. Bu imkansızdır. Məsəl üçün, nəzəri dediyimiz mümkünsüzlük. Məsəl üçün, Allah Cəllə və Alənin hər hansı bir məkanda olmasıdır. İlkin olaraq insan üçün bu normal hesab edilə bilər. Amma insan bu barədə düşünərsə, nəzər yetirərsə, bunun mümkünsüz olduğu üzə çıxacaq. Çünki Allah Cəllə və Alənin bir məkanda olması, məkanın da qədim olmasını ifadə edir. Və yaxud da ki, Allah Cəllə və Alə əzəldə məkandadırsa, məkan da mı onunla bir ilahdır, yoxsa məxluqdur. Yəni, bütün bu şeyləri insan ağlından keçirdikdə, təfəkkür edib, nəzər yetirdikdə bunun imkansız olduğunu anlayır və buna da nə deyirlər? İstihələn nazariyyə, yəni nəzəri imkansızlıq. Əqli əhkamların üçüncü qismi caizlikdir. Mə yasihhu fil aqli vücuduhu və adamuhu aləs-səva. Bir şeyin eyni tərzdə mövcud və yox olmasının əqlən səhih olduğu şeydir. Yəni, misal üçün, bir adamın hərəkətli olmasıdır və yaxud da hər hansı bir adamın hərəkətsiz olmasıdır. Hər ikisi əqlən icazəlidir. Yəni, deyək ki, ilkinin hərəkətsiz olması mümkündürmü? Bəli. Həmçinin ilkinin hərəkətli olması mümkündürmü? Bəli. Bu zəruri olaraq bilinən bir şeydir. Və həmçinin deyək ki, misal olaraq, nəzəri olaraq bir şeyin icazəli olması. Etiqad kitablarında gəlir ki, Allah Cəllə və Alə ona itaət edən qulunu əzablandıra bilərmi, yoxsa yox? Əqlən bu icazəlidir, yoxsa yox? Bu nəzəri bir bilgidir. Təbii ki, insan ilk olaraq bu sözü eşitdikdə, onun üçün bu söz icazəli görünməyə bilər. Düşünə bilər ki, necə ola bilər ki, Allah Cəllə və Alə ona itaət etmiş bir qulu əzablandırsın. Ona heç vaxt asi olmayan bir qulunu əzablandırsın. Lakin bu məsələyə biz nəzər və istidlal yolu ilə baxsaq, yəni bu barədə düşünsək, anlayacaq ki, bu əqlən icazəlidir. Nəyə görə əqlən icazəlidir? Çünki qulun Allaha itaət etməsi, asi olması Allaha nə fayda verə bilməz, nə ona zərər verə bilməz, nə də onu nöqsanlı edə bilməz. Yəni, Allah Cəllə və Aləyə insanın itaət edib, ona asi olması heç bir zərər verə bilməz. Nə də fayda verə bilməz, nə də Allah Cəllə və Aləyə bir qüsur gətirə bilməz. Deməli, Allah Cəllə və Alənin ona itaət edən qulunu əzablandırmaması bu sadəcə Allah Taala'nın quluna olan lütfüdür. Onun üzərində elə bir vacibiyyət yoxdur. Və bildik ki, əqli əhkamlar 3 qismə bölünür. Vaciblik, imkansızlıq və cavazlıq. Bu əqli əhkamlardır. Şəri əhkamlar barədə isə əsasən fiqhin üsulları elmində bəhs olunur. İnsan mütləq etiqad barədə bir şey oxuduqda bu şeylər barədə məlumatda olmalıdır. Çünki bir çox insanlar etiqad barədə müəyyən mətnləri oxuyub, onu yanlış anlayırlar. Nəyə görə yanlış anlayırlar? Çünki onlar əhkamlar barədə ümumiyyətlə bilgisizdirlər. Misal üçün, deyək ki, hansı bir insan Allah Cəllə və Alənin sifətləri barəsində oxuduqda buyurur ki, Allah Cəllə və Alə ərşə həqiqi olaraq istiva etmişdir. İstəvə aləl ərşi həqiqətən. İndi sual olunacaq. Burada həqiqə kəlməsi hansı həqiqətdir? Şəri həqiqətdir, örfi həqiqətdir, lüğəti həqiqətdir. Hansı həqiqətdən söhbət gedir? O şeyə cavab verə bilməyəcək. Nəyə görə? Çünki bu məsələnin bəhsini bilmir. Görürsən, Allah Taala deyir ki, Allah ərşə istiva etmişdir həqiqi olaraq. Lakin alimlər həqiqət deyəndə hansı həqiqəti qəsd edirlər? Şəriətimizdə, üsul fiqh elmində həqiqəti müxtəlif qismlərə bölürlər. Var şəri həqiqət, var örfi həqiqət, var lüğəti həqiqət. Hansı həqiqətdir? Və hər bir həqiqətin də öz tərifi və mənası var. Şəri əhkamlar barədə qeyd etdiyim kimi əsasən fiqhin üsulları elmində bəhs olunur. Çünki şəri hökm mükəlləflərin feilləri ilə bağlı olan, yəni əlaqəli olan şəriət sahibinin xitabıdır. Şəri hökm buna deyilir. Mükəlləflərin, yəni insanların və cinlərin feilləri ilə əlaqəli olan şəriət sahibinin xitabıdır. Şəriət sahibinin xitabı nədir? Bir şey et, bir şey etmə. Bu ya qəti formada olur, yaxud da ki, qəti olmayan formada. Buna nə deyirlər? Buna şəri hökm deyilir. Yəni, misal üçün, əgər şəriət sahibi, yəni Allah Cəllə və Alə qəti şəkildə bir şey tələb edirsə, bu mükəlləfin üzərində vacibliyi ifadə edir. Ki, bu əməl vacibdir. Əgər qəti olmayan tərzdə tələb gəlirsə, müstəhəbliyi ifadə edir və s. Yəni, bildiyiniz şəri hökmlər, yəni üsul fiqh elmində məlum olan 5 mükəlləfiyyət əhkamlarıdır. Buna mükəlləfiyyət əhkamları deyilir. 5. Yəni, vaciblik, müstəhəblik, haramlıq, məkruhlıq və mübahlıq. Buna mükəlləfiyyət əhkamları deyilir. O baxımdan biz müəllifin mətndə qeyd etdiyi sözü oxuduqda təcib ma'rifatullahi şər'an
Yəni Allah Cəllə və Alanı şəriət yolu ilə tanımaq vacibdir. Yəni vacibiyyət məhz şəriət yolu ilə gəlir. Həmçinin üçüncü qism adət yönlü əhkamlardır. Bəzi kəlam alimləri buna tərif verərkən buyururlar ki, adət yönlü əhkamlar İsbatur rabtı beynə əmrin və əmrin vücudən və ədəmən bivasitati tikrar mə'a sihhati təxəlluf və ədəmi təsiri əhədihmə fil əxar. Bu kəlamçıların gətirdiyi bir tərifdir. Buyururlar ki, bir şey ilə digərinin varlığı və yoxluğu arasında olan bağlılığını, yəni əlaqəsini təkrar vasitəsilə sübut etməkdir. Eyni zamanda birinin digərindən geri qalmamasının səhih olmasıdır və birinin yoxluğunun digərinə təsir etməməsidir. Ümumiyyətlə, kəlam alimləri adət yönlü əhkamları da 4 qismə bölürlər. Deyirlər ki, misal üçün, rabtu vücudin bi vücud, yaxud da rabtu adəmin bi adəm. 4 qismə bölürlər. Yəni, misal üçün, mövcud olan bir şeyi digər mövcud olan bir şeylə bağlamaq, əlaqələndirmək və yaxud yox olan bir şeyi digər bir yox olan şeylə əlaqələndirmək. Misal üçün, deyək ki, bax, toxluğu yeməklə bağlamaqdır, əlaqələndirməkdir. Misal üçün, sən bir tox adamı görəcəyin zaman artıq yeməyin mövcud olması ilə bağlamış olacaqsan. Ki, bu insan yeyib ki, toxdur. Çünki insan yemək yemədən tox ola bilməz. Mütləq ki, insan yemək yeyəndən sonra tox olur. Yəni, biri digərinə bağlı edilir, biri digəri ilə əlaqələndirilir. Yaxud da yoxluğu yoxluğa bağlamaqdır. Misal üçün, buludların olmaması, yağışın olmaması ilə əlaqələndirilir. Buna nə deyirlər? Buna adət yönlü əhkamlar deyilir. Rabtul ədəm bi vücud. İnsanın sağlamlığının olmaması virusun olması ilə əlaqələndirilir. Yəni, bir şeyin yoxluğu digər şeyin varlığı ilə əlaqələndirilir. Mesela deyirsən ki, insanın sağlamlığının olmaması hansısa bir xəstəliyin olması ilə əlaqələndirilir. Mesela ki, virusun olması və yaxud da hansı bakteriyanın olması ilə. Yəni, buna nə deyirlər? Adət yönlü əhkamlar deyirlər. Ancaq əqli əhkamlar ilə adət yönlü əhkamları qarışdırmaq yanlışdır təbii ki. Çünki bəzi insanlar bu ikisini qarışdırırlar. Çünki adət yönlü əhkamlardan fərqli olaraq, əqli əhkamlarda bir şeyin digərindən geri qalması icazəli deyil. Yəni, bu sözün mənası nədir əslində? Biz təkrar baş verən müşahidələrimiz nəticəsində iki şey arasında bir bağlılığın olduğunu anlayırıq. Misal üçün, günəşin şərqdən doğduğuna hökm veririk. Biz günəşin şərqdən doğduğuna nəyə görə hökm veririk? Çünki bu bizim təkrar baş vermiş müşahidəmiz nəticəsində olmuşdur. Biz doğulanda bunu bilmirdik. Bu adət yönlü hökmdür, yoxsa əqli yönlü hökm? Və bu hökm hissiyyat və müşahidə həmçinin təkrar ilə əlaqəlidir. İndi sual olunur. Bir şeyin digərindən geri qalması, yəni günəşin şərqdən deyil, qərbdən doğması icazəlidirmi? Bəli, icazəlidir. Və bu şey də baş verəcək. Və bəlli olur ki, bunun mümkünlüyü həmin hökmün adət yönlü hökm olmasını ifadə edir. Əqli əhkamlarda isə bu şey mümkün deyil, bu şey icazəli deyil. Nəyə görə? Məsələn, bir adamın eyni anda hərəkətli və hərəkətsiz olması mümkündür, yoxsa mümkün deyil? Mümkün deyil. Bu əslində nədir? Əqli əhkamlardan hesab olunur. Və bu əqlən muhaldır, əqlən imkansızdır. Və bəlli olur ki, əqli hökm təcrübə, müşahidə və təkrar vasitəsilə hasil olmur. Əqli hökm təcrübə və müşahidə, həmçinin təkrar vasitəsilə hasil olmur. Nə ilə hasil olur? Yalnız əqli dəlillərin mövcudluğu səbəbi ilə ağlın hökm verməsi ilə hasil olur. Yəni, əqli dəlillərin mövcudluğu səbəbi ilə ağıl buna hökm verir. Bu da qeyd etdiyimiz kimi əhkamlardır. Yəni, əqli əhkamlar, şəri əhkamlar və adət yönlü əhkamlar. Və Allah Cəllə və Aləni tanımağın vacibliyi Quran-ı Kərimdə bəyan edilir. Allah Cəllə və Alə Quran-ı Kərimdə buyurur, Fə'ləm ənəhu la iləhə illallah. Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Allah Teala bizə bu şeyi əmr edir. Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Və Allahı Cəllə fi'ulə tanımaq yalnız onun mövcud olduğunu bilmək anlamına gəlmir. Yəni, insan səhvən düşünməsin ki, Allahı tanımaq onun varlığını bilməkdir. Xeyr. Yəni, bizim alimlərimiz mərifətullah dedikləri zaman yalnız onun mövcudluğunu iqrar etməyi qəsd etməmişlər. Qada Abu Ya'li bu xüsusda buyurur ki, وَالْمَعْرِفَةُ هِيَ مَعْنًا يَكُونُ الْعَارِفُ بِهِ عَارِفًا بِاللّٰهِ تَعَالَى وَهِيَ نَفْسُ الْعِلْمِ بِهِ وَأَنَّهُ إِلَٰهٌ وَاحِدٌ قديم عليم حي قادر سميع بصير لا يشبه الأشياء ولا يجوز عليه أدلة الحدث. Buyurur ki, əslində o mərifə, bilgi, onu bilən insanın uca Allahı tanıması anlamına gəlməsidir. İnsan ona yiyələnərsə, o mərifətə Allah Cəllə və Aləni tanımış olacaq. Yəni, bu da onu tanımaqdır.
Sözün əsl mənasında həqiqi şəkildə Allahı tanımaqdır. Onun tək bir ilah olmasını, qədim, alim, diri, qadir, eşidən, görən olmasını, heç bir şeyə bənzəməyən olmasını, sonralığı ifadə edən əlamətlərin ona nisbətdə icazəli olmamasını bilməsidir. Sonralığı ifadə edən əlamətlər deyildikdə burada deyir ki, وَلَا يَجُوزُ عَلَيْهِ أَدِلَّةُ الْحَدَثِ Hədəs, yəni sonradan peyda olan şeylər, yəni sonradan peyda olan şeylərin xüsusiyyətlərinin Allaha nisbətdə icazəli olmamasıdır. Yəni, insanın bu şeyləri bilməsidir. Yəni, qadabu, yəni Allahı tanımağı, mərifətullahı bu şəkildə açıqlayır. Və bəlli olur ki, mərifətullah onun mövcudluğunu bilməkdən daha geniş anlam daşıyır. Mərifətullah Allahın varlığını, onun vacib varlıq olmasını, onun kamil sifətlərlə vəsf olunmasını, onun nöqsan sifətlərindən münəzzəh olmasını bilməyi şamil edir. Bütün bu şeyləri şamil edir. Və mərifətullah dediyimiz zaman bu qəsd olunur. Yalnız Allahın varlığını bilmək deyil. Yəni, Allahı haqqı ilə tanımaqdır. Haqqı ilə Allah Cəllə və Alanı tanımaqdır. Və müəllif Rahiməhullah buyurur ki, uca Allahı tanımağın yolu vücuda və mövcuda nəzər yetirməkdir. Vücud kəlməsi yoxluğun qarşılığında istifadə edilir. Yəni, vücud və ədəm. Biz də deyirik ki, vücud nədir? Varlıqdır, ədəm isə yoxluqdur. Yəni, yoxluğun qarşılığında istifadə edilmiş kəlmədir. Və vücud kəlməsi mövcud sözü ilə demək olar ki, eyni mənada istifadə olunur. Bəzi alimlər bu ikisini ayırmışlar. Məsələn, ayrıma gedənlərin bəziləri demişlər ki, yəni istilahi mənasını qeyd edərək buyurmuşlar ki, mövcud varlığı vacib olan şeyə deyilir. Və az öncə əhkamlarda, yəni əqli əhkamlarda vaciblik barədə danışdıq. Yəni, əqlən vacib olan bir şeyi mövcud adlandırırlar. Vücud kəlməsi isə varlığı əqlən mümkün olan şeydir onlara görə. Yəni, ikisini ayırırlar. Halbuki, müəllif burada mövcud dediyi zaman varlığı mümkün olan şeyləri qəsd edir. Yəni, biz Allah Cəllə və Alanı mümkün varlıqlar vasitəsilə tanıyırıq. Mümkün varlıqlar vasitəsilə. Mümkün olan varlıqlar, yəni, məxluqatdır. İnsan varlığı vacib olanın həqiqətini məhz həmin varlıqlar vasitəsilə idrak edir. Yəni, insan bütün bu mövcudata, bu aləmə nəzər yetirməklə mərifətullaha yetişə bilir. Və bu da yalnız dediyimiz kimi mövcud olan varlıqlara nəzər yetirməklə mümkündür. Və buyurur ki, mərifətullahi bin nazar, Allahı nəzər yetirməklə tanıyırıq. Növbəti dərsdə biz bu nəzər barədə yenə danışacaq, yenə mərifətullah mövzusunu davam etdirəcək. Lakin qısa olaraq nəzər yetirmək deyildikdə qəsd olunan nədir? Və onun tərifinə dair deyilmişdir ki, ən-nazar tərtibu müqəddimətin tərtibən musilən iləl matlub. Tələb olunan məqsədə çatdıracaq tərzdə müqəddimələrin ardıcıl düzülməsidir və yaxud ardıcıl edilməsidir. Bu sözün mənası nədir? Tələb olunan bir məqsədə çatdıracaq tərzdə müqəddimələrin ardıcıl edilməsidir, ardıcıl düzülməsidir. Və bu da məntiq elmində istifadə olunan bir termindir, istilahdır. Misal üçün, məntiq elmində gələn müqəddimətun suğra, müqəddimətun kubra və ən-nəticə. Hansısa bir şeyin həqiqətini ispat etmək istədikdə bu müqəddimələrdən istifadə edirlər. Kiçik müqəddimə, böyük müqəddimə və nəticə. Müqəddimətun suğra, müqəddimətun kubra və ən-nəticə. Yəni, sonda nə gəlir? Sonda məqsəd, tələb olunan məqsəd gəlir. Bu mövzuya bir misal çəkək. Bildiyimiz bu varlıq aləmi, aləm hədistir. Hədistir, yəni sonradan peyda olmuşdur. Bütün bu kainat, bütün bu aləm sonradan peyda olmuşdur. Buna məntiq alimləri müqəddimətun suğra deyirlər, yəni kiçik müqəddimə adlanır. İlk olaraq hamımız ittifaq edirik ki, aləm sonradan yaranmışdır. Sonra deyirsən, hər bir hədisin, yəni hər bir sonradan peyda olanın bir muhdisi, bir icadkarı olmalıdır. Hər bir hədisin bir muhdisi olmalıdır. Yəni, hər bir sonradan peyda olan bir şeyin bir icadkarı olmalıdır. Buna da müqəddimətun kubra deyilir. Böyük müqəddimə. İlk olaraq kiçik müqəddimə, sonra böyük müqəddimə. Və iki müqəddimə nəticəsində tələb olunan nəticə ortaya çıxır. Biz dedik ki, aləm hədistir. Aləm sonradan peyda olmuşdur. Və hər bir sonradan peyda olanın da bir muhdisi, yəni bir icadkarı olmalıdır. Nəticə də odur ki, mütləq aləmin bir icad edəni olmalıdır. Yəni, aləmin bir icad edəni bir xaliqi olmalıdır. Buna da məntiq elmində ən-nəticə deyilir. Və nəzər dediyimiz zaman da məhz bu şeylərə deyilir. Tələb olunan məqsədə, yəni nəticəyə çatdıracaq tərzdə müqəddimələrin tərtiblə düzülməsidir. Bizim qeyd etdiyimiz o müqəddimələrdə və nəticədə bir şey pozularsa,
artıq yanlış nəticə ortaya gələcək. Səhih nəticə ortaya gəlməyəcək. Ona görə də alimlər buyururlar ki, məntiq elmi əslində bütün elmlərin anasıdır. Bütün elmlərin. İstər etiqad elmi olsun, istər üsul elmi olsun, istər ərəb dili elmi olsun, istər fiqh elmi olsun. Bütün o kitablarda məntiqçilərin istilahları qeyd olunur. O baxımdan məntiq elmini alimlər mühüm elmlərdən saymışlar. Lakin bizim imamlarımız, Həmbəli imamları, nəzərin ən aşağı, yəni ədnən nazar, ən kiçik formasının kifayət olduğunu qeyd etmişlər. Hətta düşündüyünü ifadə edə bilməsə belə cüzi nəzərin olması yetərlidir. Cüzi nəzərin olması yetərlidir. Və Həmbəlilər qatında ən cüzi nəzər dediyimiz şey demək olar ki, bütün müsəlmanlarda mövcuddur. Ola bilsin ki, qeyri-müsəlmanlarda o şey mövcud olmasın. Olmadıqda artıq o nəzər onlar üçün vacib olur. Yəni Allah Cəllə və Alanı nəzərlə tanımaq vacib olur. Düzdür, bəzi insanlar yanlış olaraq düşünmüşlər ki, Allah Cəllə və Alanı tanımaq zəruri elmdir. Və xüsusən də bu görüş yayğındır. Deyirlər ki, insan doğulanda artıq o Allahı tanıyır. Yəni, insan Allah Cəllə və Alanı tanıyır və bu zəruri elmdir. Bu çox yanlış bir nəticədir və əhl-i sünnətin etiqadına müxalif görüşdür. Çünki əgər Allahı tanımaq zəruri elm olsaydı, yer üzündə bir kafir olmazdı. Siz elə bir kafir göstərə bilərsiniz ki, mənə o günəşin şərqdən doğduğunu inkar etsin. Nəyə görə? Çünki bu bir zəruri elmdir. Zəruri elmi heç kəs inkar etmir. Əgər hər hansı bir elmi inkar edənlər varsa, bilin ki, o artıq nəzəri elmdir. Bu baxımdan Allah Cəllə və Aləni tanımaq zəruri yox, nəzəri elmi hesab olunur. Allah Cəllə və Alə Quran-ı Kərim bir çox yerində bizi təfəkkür etməyə sövq edir. Yaratdığı məxluqatlar barədə düşünməyə sövq edir. Sual olunur, nəyə görə Allah Teala bizə o məxluqat barədə düşünməyi əmr edir? Nəyə görə bizi ona sövq edir? Səbəb nədir? Əsas səbəb nədir? Əsas səbəb məlumdur. Allah Cəllə və Alə bizə o məxluqat vasitəsilə özünü tanıdır. Özünü məhz onlar vasitəsilə tanıdır. Yəni, mərifətullah məhz onun vasitəsilə hasil olur. Nəzəri elm ilə. Və dediyim kimi, Həmbəli imamları qatında ən cüzi nəzər kifayət edir. Və bütün müsəlmanlarda demək olar ki, bu şey mövcuddur. Və növbəti dərsdə mərifətullah və onunla əlaqəli olan məsələləri müzakirə etməyə davam edəcək inşallah. Allah Cəllə və Alə bizi eşidib fayda götürən qullarından etsin. Və əxiru də'vana enilhamdülillahi rabbil alemin.